Eyni gücə malik olan 5 nasos birlikdə hovuzu 8 saata doldura bilir. Hər 3 saatdan bir nasos işini dayandırarsa, ilk 9 saatın tamamında hovuzun hansı hissəsi boş qalar? 5 nasos hovuzu 8 saata doldura bilirsə, bir nasos hovuzu 40 saata doldurar. Bir nasos hovuzu 40 saata doldurarsa, 1 saata hovuzun 40'da 1 hissəsi dolar bir nasos işləsə. Amma ilk 3 saatda 5 nasosun hər 5'i işləyib deyənə 1 saata doldurduğu hissə 40'da 1 vurulsun 5 və 3 saat bu proses davam edib deyənə 3'ə də vururuq. Üstə gəlinsin. 3 saatın tamamında nasosun biri işini dayandırdı. Bu zaman bir nasos işləsəydi 40'da 1'ini doldurardı. Amma 4 nasos işləyib deyənə vururuq 4'ə və bu prosesdə 3 saat davam edib. Növbəti 3 saatda isə yenə də bir nasos işləsəydi 40'da 1 hissəsi dolardı. Artıq nasosun biri də fəaliyyətini dayandırıb, işini dayandırıb deyənə 3 nasos qalıb və bu da 3 saat davam edib. Beləcə 9 saat keçdi. 3 saat, 3 saat, 3 saat. 9 saat keçdi. Bu da bərabərdir 40'da 15, üstə gəlinsin 40'da 12, üstə gəlinsin 40'da 9, bərabərdir 40'da 36. İxtisar aparsaq 4'ə 10'da 9 alınar. 10'da 9 hovuzun dolmuş hissəsini göstərir. Bizə isə hovuzun hansı hissəsinin boş qaldığı lazımdır. 1 çıxılsın 10'da 9 bərabərdir 10'da 1 olar. Doğru cavab B variantı.